Salam hörmətli yoldaşlar, mən Rahib Yüzbaşov. Söz verdiyimiz kimi müsahibəyə hazırlıq təliminin ikinci bölümünə keçid edirəm. Gəlin keçək mövzumuza: bədən dili və peşəkar görünüş. Bildiyiniz kimi biz müsahibəni təşkil edən şəxslərlə görüşdüyümüz zaman onlar bizi ilk dəfə görürlər. Ona görə də biz bədən dilimizə, eyni zamanda peşəkar görünüşümüzə diqqət yetirməliyik. Gəlin keçid eləyək göz təmasına. Yəni göz təması saxlamağın əhəmiyyəti nədir? Və göz təmasının əhəmiyyəti bildiyimiz kimi çox önəmlidir. Çünki müsahibədə bizə sual verən şəxs bizim üzümüzə baxır və bizim ona qulaq asdığımıza diqqət yetirir ki, nə qədər önəmlidir onun verdiyi sual. Ona görə də biz çalışmalıyıq ki, müsahibəni təşkil edən şəxs hər hansısa bir sual verdikdə və yaxud da hər hansısa bir şirkət barədə, layihə barədə və yaxud da bizə təklif etdiyi pozisiya barədə danışarkən, biz onun üzünə baxarkən, ona diqqətlə qulaq asarkən bu onun daha çox xoşuna gəlir və fikirləşir ki, biz ona önəm veririk və ona sayğı göstəririk. Ona görə də bu bizim üçün bir pozitiv hal ola bilər. Təbii ki, uzun müddətli müsahibəni təşkil edən, danışan şəxsin üzünə baxmaq bəyənilmir, uyğun deyil. Lakin mütəmadi olaraq ona qulaq asdığınızı və eyni zamanda fikrinizin onda olduğunu bildirmək üçün çalışmaq lazımdır ki, müsahibəni təşkil edən şəxsə danışarkən diqqətlə qulaq asaq. Və həmçinin biz burada aydın və inamlı danışmağın müsbət təsirləri barədə də sizə informasiya verəcəyik. Yoldaşlar, çalışmaq lazımdır ki, müsahibədə mürəkkəb cümlələr qurmamaq lazımdır. Yəni, ola bilsin ki, sizin bilikləriniz, savadınız kifayət qədər çoxdur və siz istəyirsiniz ki, siz hər hansısa bir mövzu barədə geniş bir informasiyanızın olduğunu bildirəsiniz, lakin müsahibənin müddəti limitli olur. Yəni, az müddətli olur. Ola bilsin yarım saat, 1 saat və bundan daha çox ola bilər əgər namizəd işə götürənin və yaxud da müsahibəni təşkil edən şəxsin xoşuna gəlibsə. Və tövsiyə edirik ki, çalışın ki, siz müsahibədə mürəkkəb cümlələr qurmayın və tələsmədən danışın və danışarkən aramla danışın və bir fikrinizi bildirdikdən sonra ikinci fikir bildirməyə və ya bir mövzu barədə hər hansısa bir versiyalar verirsinizsə, bir versiyanı verdikdən sonra digər versiya keçid edin. Əks halda siz tələsəcəksiniz, hər hansısa cümlələri qarışdıracaqsınız və beləliklə də qarşı tərəfdəki sizin fikirlərinizi tam başa düşməyə bilər. Ona görə də aramla danışmağa üstünlük verin. Və həmçinin danışarkən çox yüksək səslə danışmaq tövsiyə olunmur. Bəzən danışan insanın özünün yadından çıxır, yəni unudur ki, o çox yuxarıdan danışır və müsahibəni təşkil edən şəxs tövsiyə edir ki, olarmı biraz astadan danışasınız. Ona görə də danışarkən çalışaq ki, yüksək tonla danışmayaq. Və həmçinin biz burada hər hansısa bir problemlərin həll olunması barədə bizə sual verdikdə ki, siz problemləri necə həll edirsiniz və hansı formada, hansı metodikadan istifadə edirsiniz, tövsiyə edirik ki, burada əvvəlki işlədiyiniz şirkətlərin problemləri barədə və yaxud da orada sizə qarşı olan negativ münasibətlər barədə mövzu açmayasınız. Çalışın ki, problemləri necə həll edirsiniz sualları verildikdə siz digər namizədlərdən daha fərqli olaraq necə problemləri daha yaxşı şəkildə həll edə bilirsiniz, buna köklənib. Gəlin keçid eləyək geyimlərə. Bildiyiniz kimi biz müsahibədə xüsusi olaraq müsahibə üçün nəzərdə tutulmuş geyimlərə üstünlük verməyimiz bizim üçün önəm daşıyır. Nəyə görə bunu deyirəm? Çünki bəzən görürsən ki, müsahibəyə gələn şəxslər idman geyimlərində və yaxud da hər hansısa bir, misal üçün dizi cırıq, sökük və bir hissəsi açıq olan paltarlarla gəlirlər və onlarla danışdıqda onlar bildirirlər ki, müasir dövrdür və yaxud da biz inteqrasiya olunmuş bir dövlətin vətəndaşıyıq, ona görə də biz sərbəst olmalıyıq və bu bəzi işə götürənlərin xoşuna gəlməyə bilər. Ona görə də çalışmaq lazımdır ki, biz müsahibəyə gələrkən ciddi, səliqalı geyimlərə daha çox üstünlük verək. Misal üçün, kişilər üçün biz tünd mavi köynək və ya tünd boz köynək, qara şalvar, ayaqqabı geyimlərinə gəldikdə isə üzü bağlı ayaqqabı olması daha məqsədə uyğundur. Bu sizə tövsiyə olunur. Əgər biz ofis şəraitində müsahibəyə gəliriksə və bu ofis istehsalat sahəsində yerləşmirsə, kalustuk geyməyiniz
sizin üçün daha yaxşıdır. Yox, əgər istehsalat sahəsinə daxil olursunuzsa, kalsuq geyinməməyiniz tövsiyə olunur və çalışmaq lazımdır ki, uzun qollu geyimlərə üstünlük verəsiniz ki, siz hər hansısa bir iş sahəsindən keçid eləyə bilərsiniz. Bu da təhlükəsizlik qaydalarına riayət etmə baxımından daha tövsiyə olunandır. Və eyni zamanda qadınlar bəzən müsahibəyə gələrkən müəyyən yanlışlıqlara, təbii ki, bu hamısına aid deyil. Bəzi xanımlar, misal üçün, uzun diktaban və yaxud da ki, restoranlar və yaxud da ki, digər yerə geyinilən geyimlərlə gəlirlər ki, bu da işə götürənlərin bəzən xoşuna gəlmir. Ona görə də çalışmaq lazım ki, xanımlarımız da müsahibəyə gələrkən uzun diktabandan istifadə etməsinlər və çalışsınlar ki, ciddi geyimlər geyinsin ki, işə götürən onun geyimlərinə diqqət yetirəcək. Və gülümsəmək barədə. Yoldaşlar, biz müsahibədə bəzən görürsən ki, həyəcanlanırıq. Bu da normal haldır. Çünki bütün namizədlərin hamısı hər gün müsahibələrdə olmurlar. Bəzən müsahibələrə çağırırlar və xüsusən də həyəcanlanmağın səbəbi hansı ki, namizəd çox sevdici bir iş təklifini görür. Şirkət yaxşı şirkətdir, əmək haqqı yaxşı təklif olunub, o işi əldən qaçırmaq istəmir və ona görə də müəyyən həyəcanlar keçirdir ki, mən özümü yaxşı göstərməliyəm və işə götürən məni bəyənməlidir, məni seçməlidir. Ona görə də biz çalışmalıyıq ki, bu həyəcanı geridə qoymaq üçün və həyəcandan uzaq olmaq üçün təbəssüm eləyək, gülümsəyək və danışarkən çalışaq ki, aramla danışaq və çalışaq ki, bizə verilən sualları başa düşmədikdə həyəcanı, stresi geridə qoymaq üçün, yəni həyəcandan uzaqlaşmaq üçün çalışmaq lazımdır ki, biz sual verən şəxsə, misal üçün, sizin sualınızı biraz daha aça bilərsinizmi ki, daha yaxşı başa düşün və sizə düzgün cavab verim. Bu zaman o biraz daha sualı geniş şəkildə sizə verdikdə artıq siz stresdən özünüzü uzaqlaşdıra biləcəksiniz və həyəcanınızı geridə qoymuş olacaqsınız. Və həmçinin sizə tövsiyə edirəm ki, aramla danışın. Nəyə görə bunu sizə deyirəm? Çünki insan ardıcıl olaraq danışanda fikirləşmədən danışır və bəzən nöqsanlara yol vermiş olur ki, bu da işə götürənin xoşuna gəlməyən hallardan biri ola bilər. Eyni zamanda sonunda təşəkkür etmək barədə. Yəni biz hər hansısa bir müsahibə zamanı sual verildikdə bizə, biz düzgün cavab verərkən onlar bəli, biz sizdən bu cavabı gözləyirdik və yaxud da doğru deyirsiniz, bu belədir dedikdə biz çalışmalıyıq ki, həmin bizim düzgün cavabımızı təsdiqləyən müsahibəni təşkil edən şəxsə təşəkkürümüzü bildirək və həmçinin bu onların öz fikirlərində bir pozitiv hal yaradacaq ki, biz kiçik bir yaxşılıq etdik, namizəd elə yerində bizə təşəkkür etdi. Deməli, bu insan hər hansısa bir yaxşılığa, davranışa təşəkkür etməyi bacarırsa, o zaman bununla işləməyə dəyər. İnanıram ki, bu da sizə bir pozitiv təsir eləyəcək. Çalışaq ki, müsahibə təlimini izləyək, kanalımızda abunə olun. İnanıram ki, inşallah qarşı günlərdə daha maraqlı, sizin xoşunuza gələcək, daha yaxşı təlimlər hazırlayacağıq. Təbii ki, ola bilsin ki, biz bunu düzəldərkən insan əməkdə hər hansısa nöqsanlara yol verə bilərik, hər hansısa bir xətalarımız olar. Bu şahidi olduqda xahiş edirik, bunu da bizə bildirin və biz də o nöqsanları düzəldək. Təbii ki, bizim niyyətimiz bizim gənc əməkdaşlarımıza, işsiz olan yoldaşlarımıza dəstək göstərməkdir. Heç bir mənafeyi güdmürük və çalışırıq ki, vətəndaşlarımıza, yoldaşlarımıza dəstək göstərək və onlar müsahibələrdə uğurlu nəticələr əldə etsinlər. Hər birinizə uğurlar arzulayıram. Növbəti bölümümüzdə görüşənə qədər sağ olun.